Herkese salamlar. Mən Riyaziyyat müəllimi Qabil Abbasov. Bugün DİM 2025 Riyaziyyat 9 illik test toplusunun həndəsənin əsas anlayışı mövzusunun həllinə baxacağıq. Gəlin başlayaq birinci sualdan. Bizə verilir AB 12. Ümumi AB'miz 12-dirsə, CB'miz 4-dür. AC'miz neçə qalır? Ümumi 12-dirsə 4 çıxanda neçə qalır? 8. Bizə verilib AOB 160. Ümumi bu hissə verilib 160 dərəcə. AOC 90 dərəcədir. AOC, yəni bura 90-dırsa, COB-ni soruşur. X isə 90 üstə gələk. X bərabərdir 160-a. X də bərabərdir 70-ə. Eyni qaldı. 170 verib, buranı 90 verib. COB-miz neçə olur? 80 dərəcə. C, N, K-nı soruşur. Şöyle, bu düzbucaq olduğundan bura 90 dərəcədir. Bizdən də C, N, K-nı soruşduğuna görə 90 üstə gələk 30 eləyir 120 dərəcə. Eyni qaydada Y, M-ni soruşur. Y, M, N-i, yəni bu hissəni soruşur. 90 burada, 60 burada toplamda nə eləyir? 150. 6-cı sual. Deyək nöqtələrdə necəsə A-düz xəttinə aid deyil. A-düz xətti budur. Bunun üstündə neçə nöqtə var? 1, 2, 3 dənə. Xaricində neçə nöqtə var? 1, 2, 3, 4 dənə. Deyək aid deyək 4 dənə nöqtə. Deyək ki, 7-ci sual. Deyək dərəcə ölçüləri verilmiş bucaqlardan hansılar qonşu bucaqlar ola bilər? Qonşu bucaqların xassəsi odur ki, cəmi 180 dərəcə olsun. Cəmi 180 dərəcə ilə bu 220, bu getdi. 170 kiçikdir, 150 kiçikdir. Bu da 182 böyükdür. Deməli doğru cavab nədir? A variantı. 82 98 gəlir eləyir 180. Bizə deyir bucaq AOB açıq bucaq. AOB açıq bucaqdır. Yəni 180 dərəcədir. AOC COD o da DOB. Yəni bunların üçü də eyni bucaqdır. Yəni alfa bərabərdir. 3 alfa bərabərdir 180-a. Alfa bərabərdir 60 dərəcə. Bizdən COD-ni soruşur. COD. Yəni alfanı soruşur. Bu deyir 60 dərəcə. 9-cu sual. Bizə verilib bucaq AOB açıq bucaqdır. AOC COD-yə bərabərdir. Yəni bura alfadır, bura da alfadır. Yəni OC parçası tənböləndir. AOD-nin tənböləndir. COB-ni tapın. COB-ni. Uşaqlar, bura 90 dərəcədirsə, bu tərəfdə 90 dərəcədir. 2 alfa bərabərdir 90-a, alfa bərabərdir 45 dərəcə. Alfa 45 dərəcə olduğundan COD-ni də tapa bilərik ki, 45 üstə gələk 90 bərabərdir 135. 10-cu sual. OC şüası AOB-nin tənbölənidir. Tənbölən edir, bucağı yarıya bölür. Demək, burada 30 dərəcədir. AOB-ni soruşur. 30-30 toplamda neçə edir? 60 dərəcə. Eyni sualdır. 25-25 bölür. AOB neçə olur? 50 dərəcə. AC 7, CB 4 santimsə, AB-ni tapın. 7 üstə 4 gələndə 11. MY parçası Y-dən 3 dəfə kiçikdir. MY parçası Y-dən 3 dəfə kiçikdir. Bura X-dirsə, bura 3X-dir. Bizdə Y-ni 24 veriblərsə, X-ə necə tapırıq? 8. Bizdən M-ni soruşur. M-nimiz neçədir? 4X. Yəni 4 vur 8 bərabərdir 32. En iyi sualdır. Bura A olsa, bura olur 3A. AC-miz 5'dir. Yəni A-mız 5 olarsa, bizdən soruşur AB-ni. AB-miz neçədir? 4A-ya. 4 vur 5 bərabərdir 20. Fərqi 30 dərəcə olan qonşu bucaqlarını tapın. 15-ci sual. Yəni alfa üstə gələk bettamız bilir ki 180 dərəcədir cəmi. Fərqi isə bizə deyir 30 dərəcədir. Bunları sistem təhlil kimi alt-alta toplasaq bizə verir 2 alfa bərabərdir 210-a. Alfa bərabərdir 105 dərəcə. 105 75. Beta olur 75 dərəcə. 75 105. Eyni tip məsələn 16 17. Bunları siz yazırsınız.
Keçdik 18. AB paraleldir. CD MN kəsəndir. Alfa 70 dərəcə olarsa bettanı tapın. Şolar. Alfa çarpaz bucaqlar bir-birinə bərabərdir. Burada alfadır. Burada beta. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Alfa üstə gələk beta bərabərdir 180 dərəcə. 70 üstə gələk beta bərabərdir 180-a. Beta bərabərdir 110 dərəcə. 110 dərəcə. Eyni qaydadır. Bura eləyir alfa. Yenə daxil bir tərəfli bucaqlar cəmi 180-dir. Buradan alfanı tapırıq 50 dərəcə. Qonşu bucaqlardan biri digərindən 9 dəfə böyük olarsa, yəni alfa 9 beta x olarsa, eləyir toplayır 10x bərabərdir 180-a, x bərabərdir 18-ə. Bu bucaqları tapın. 18 bu deyil 162 dərəcə. 18 162 dərəcə. Eyni tip məsələdir. Siz yazırsınız. 22-ci sual. Uyğun tərəfləri perpendikular olan iki bucaqdan biri digərindən 17 dəfə kiçikdir. Kiçik bucağı tapın. Şolar, uyğun tərəfləri perpendikular deyən bucaqlar ya bir-birinə bərabərdir, perpendikular olan, ya da həmin bucaqların cəmi 180 dərəcədir. Biri alfadır, digəri 17 alfadır. Yəni 17 dəfə kiçikdir deyir. Bunları toplasaq bizə verir 180, alfa bərabərdir 10 dərəcə. Biri 10 dərəcədir, digəri 170 dərəcədir. Bizdən kiçik sorusuna görə bucaq 10 dərəcədir. Eyni sual, uyğun tərəfləri perpendikular olan bucaqlar ya bir-birinə bərabər, ya da dedik cəmi 180 dərəcədir. 14 dəfə eləyir 15 bərabərdir 180-a, alfa bərabərdir 12 dərəcə. Kiçik bucaq soruşur 12 dərəcə. Bizə deyir ki, P2 düz xəttdir. Düz xəttdir, yəni açıq bucaqdır. Alfa üstə gələk qamma bərabərdir beta. Və bizdən beta bucağını soruşur. Uşaqlar, bu üçün cəmi bizə verir qamma üstə gələk beta üstə gələk alfa bərabər nəyə? 180 dərəcə. Bunu belə yazsaq, qamma üstə gələk alfa üstə gələk beta bərabərdir 180, yerlərini dəyişsək. Bizə bunu verir betanı. Bizə verir burada beta bərabərdir. Beta üstə gələk beta bərabərdir 180-a. 2 betamız 180. Betamız 90 dərəcə. Betamız oldu 90 dərəcə. Bizə verir alfa üstə gələk beta bərabərdir 2 qammaya. Bizdən qammanı soruşur. Yəni eyni qaydada toplananda alfa üstə gələk 2 qamma gələcək. Eləcə 3 qamma bərabərdir 180-a. Qamma da bərabərdir 60-a. Bizdən qammanı soruşur 60 dərəcə. ABC düz bucaqda alfa çıxab beta 10 dərəcə olursa. Şolar, alfa çıxab beta 10 dərəcə verir. Bax, görün ki 90 dərəcə olduğunda bundan cəmi bizə verir 90-ı. Və sistemi alsaq ki, alfa bərabərdir 100, alfa bərabərdir 50 dərəcə. Alfa elə alfanı soruşur da bizdən. 27-ci sual. Eyni qaydadır. Alfa üstə gələk beta yenə 90 dərəcə. Eləyir ki, alfa bərabərdir 120-yə, alfa bərabərdir 60 dərəcə. 28-ci sual. Bucaq 2 137 dərəcə olsa bucaq 1. Bucaq 28-ci sual. Açıq bucaq olduğundan bucaq 2 üstə gələk bucaq 1 bərabər neçə? 180 dərəcə. 137 dərəcə üstə gələk bucaq 1 bərabərdir 180-a. Bucaq 1 də bərabərdir 180 çıxaq 137. Bu da bərabərdir 43 dərəcə. Eyni qaydadır. 29-u siz yazırsınız. Yəni 43-ü verib digərləyəcək 137 dərəcə. Bucaq 1, bucaq 4, bucaq 2-nin cəmi. İlk olaraq iki xəttin kəsişməsi, düz xəttin kəsişməsində bizə məlumdur ki, bucaq 2, bucaq 4-ə, bucaq 1, bucaq 3-ə bərabərdir. Və bucaq 1 üstə gələk bucaq 2 bərabərdir 180 dərəcə. Və yaxud bucaq 2 üstə gələk bucaq 3 bərabərdir 180 dərəcə. Və yaxud bucaq 1 üstə gələk bucaq 4 180 dərəcə bərabərdir. Qonşu bucaqlardır.
və bucaq 3 üstəgələ bucaq 4. Bunlar cəmi 180 dərəcədir. Və bizdən bucaq 3'ü sorulur. İlk olaraq buradan bilirik ki, bucaq 1 üstəgələk bucaq 4 üstəgələk bucaq 2 bərabərdir 300 dərəcə. Uşaqlar, bax çəkilir yenə buradan çəksə 1, 3, 2, 4. Fikir versə 4 ilə 2 bir-birinə bərabərdir. 1 ilə də 3 bir-birinə bərabər. Bizə nə sorulur? Bucaq 3'ü. Bucaq 1'in yerinə bucaq 3'ü yazsaq, üstə gələk. 4 ilə də 2'ni. 4, 2. 1'ini yazsaq, bucaq 4'ü. Üstə gəlib bucaq 4 bərabərdir 300 dərəcə. Bu ikisinin cəmi bizə verir 180 dərəcə. 180 üstə gəlib bucaq 4 bərabərdir 300 dərəcə. Bucaq 4 bərabərdir 120 dərəcə. Bucaq 4 120 dərəcə olduğundan və bu ikisinin qonşu bucaq olduğundan buradan bucaq 3 tapırıq. 180 çıxaq 120 bərabərdir 60 dərəcə. Eyni qaydadır. 1 ilə 2'nin cəmi edir bizə 180. Bucaq 3 bərabər neçə? 70 dərəcə. Bizdən bucaq 4'ü sorulur. Bucaq 4'dən də 180'dan çıxırıq 70'i bərabərdir 110 dərəcə. 32-ci sual. Bizə verir AOC 25 dərəcə. COB 30 dərəcə. Və AOB-ni sorulur. AB nədir? Bunların cəminə bərabərdir. Bərabərdir 55 dərəcə. Eyni tip məsələdir. AOC 15, COB 20. Cəmi edir 35. AB parçası 5 bərabər hissəyə bölünmüşdür. MB bölək A-ın nisbətini tapın. NB. Bunların hamısı 1 desək, 1, 1, 1 və 1. 5 hissəyə bölüb də. Bizə nə sorulur? MB. MB hardadır? MB 1, 2, 3, 4. MB-miz 4'dür. Bölək A-nə. A-imiz neçədir? 1, 2. Uzunluq. Burada neçə edir? 2. Eyni qaydadır. Yenə bərabər hesablayırıq. MF-nin. MF 1, 2, 3. 3'ün NY-yə nisbət. NY neçədir? 1. Bərabərdir 3'ə. Bizdən A və B düz xətləri M nöqtəsində kəsişir. Kəsişən 2 düz xət verir. A çıxab B-ni sorulur. Alfa çıxab bettanı. Buranı. Buradan tapırıq ki, uşaqlar, bax. Betta nəyə bərabərdir? 30 dərəcə. Niyə? Çarpaz bucaqlardır. Alfa ilə də M bir-birinə bərabərdir. Alfa necə tap? Alfa da bərabər nəyə? Qonşu bucaqlar. Neçə eləyir? 150 dərəcə. Yəni 150'dən çıxırıq 30'u bərabər neçə? 120 dərəcə. Eyni qaydadır. Buradan alfanı tapdıq 130 dərəcə. Qonşu bucağın xassəsini istifadə edərək. Çarpaz bucaqlarda bir-birinə bərabərdir. Bettamız neçədir? 50 dərəcə. Fərqi bizə verir neçəni? 80 dərəcəni. Bizə deyir ki, BD şüası ABC düz bucağından onun 18.5 hissəsini təşkil edən ABD bucağını ayırır. DBC-ni tapın. Şolar, bizə ABC düz bucağından BD şüası çəkilir və onun 18.5 hissəsini təşkil edən ABD bucağını ayırır. ABD. Yəni 18'də 5. Vuraq niyə? 90'a. 90 dərəcədə axı ümumi hamısı. Bu bizə verir 25 dərəcə. ABD 25 dərəcədir. Bizdə nə sorulur? DBC-ni. Buranı sorulur alfanı. Alfa üstə gələk 25 bərabər neçə? 90 dərəcə. Alfamız neçə dərəcə eləyir? 65 dərəcə. Keçdik 39. 39 sual eyni tip məsələdir. Bunu siz yazırsınız. Keçdik 40-cı sual.
Uyğun tərəfləri paralel olan iki bucaqdan biri 50 olursa ikinci bucağı tapın. Uşaqlar, ya dedib bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcədir. Bərabər olanda 50-yə, 180 dərəcə olanda 130 olur da uşaqlar. B variantı. 41. Uyğun tərəfləri perpendikular iki bucaqdan biri 150 dərəcə olursa ikinci bucağı tapın. Eyni qaydada dedib perpendikular ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcədir. Bərabər olanda eləyir bizə 150, 180 dərəcə olanda cəmi eləyir 30 dərəcə. Bizə nə soruşur? COB-dən AOC-ni. Yəni buranı çıxanda. Uşaqlar, bilirik ki, bucaq COB nəyə bərabər? COB 90 buradır, 40 buradır. Eləyir 130 dərəcə. 130 dərəcə buradırsa, bura nə qalır? 50 dərəcə. Yəni bucaq AOC də eləyir 50 dərəcə. Bundan fərqi bizə verir 80. Eyni qaydadır. 90. COB-imiz bizə verir 145. AOC-imiz bizə verəcək 35. Fərq bizə verir 110 dərəcə. Daxili bir tərəfli bucaqlardır. Cəmi bizə verir 180 dərəcə. Beta 2 alfa olursa eləyir 3 alfa bərabər 180-a. Alfa bərabər də 60 dərəcə. Bizdən alfanı soruşur, eləyir 60 dərəcə. Eyni qaydadır. Yenə daxil bir tərəfli bucaq. Cəmi bizə verir 180. Beta yenə 5 alfa 6 alfa bərabər 180-a. Alfa bərabər də 30 dərəcə. Elə bizdən alfanı soruşur. Bucaq BOD, yəni bura COD-yə bərabərdir. Yəni bura. Yəni COB bucağının OD təmböləndir. COB 120 dərəcə olarsa AOD-ni tapın. AOD-ni. Yəni bura beta desək bizdən alfa üstəgəlib betanı soruşur. Uşaqlar, 120 dərəcə olduğundan bura tapırıq 60-60. Deməli 120 desək beta da olur 60. AOD neçədir? 120 dərəcə. Yəni alfa üstəgəlib betanı soruşur, elə eləyir 120 dərəcə. ABD bucağından 3 dəfə kiçikdir. CBD bucağı ABD bucağından 3 dəfə kiçikdir. Yəni bura alfadırsa, bura 3 alfadır. ABC 80 dərəcə olarsa ABC CBD-ni tapın. Alfanı soruşur da uşaqlar. Bunların cəmi bizə verir 80-ı. Alfa bərabərdir 20-yə. Elə bizdən nəyə soruşur? CBD-ni, alfanı. O deyir 20 dərəcə. Eyni qaydadır. Bura alfadırsa, bura olur 6 alfa. 6 və böyükdür deyir. Eləyir 7 alfa bərabərdir 140-a. Alfa bərabərdir 20-yə. Bizdən nə soruşur? CBD-ni alfanın soruşduğuna görə 20 dərəcə. ABM, MBN və NBC bir-birinə bərabərdir. 18 dərəcə verir. Hamısı 18 dərəcədirsə, ümumi ABC bucağımız neçə dərəcədir? 18 vur 3 bərabər neçə? 54 dərəcə. 50. Deyir, uyğun tərəfləri paralel olan iki bucağın fərqi 18 dərəcədir. Böyük bucağı tapın. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi. Uşaqlar, fərq 18 verirsə, deməli qaydamız var. Paraleldə nə idi? Perpendikularda nə idi? Ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcədir. Burada fərq 18 verirsə, deməli bunun cəmi 180 dərəcə olmalıdır. Əgər bərabər olarsa, fərqi bizə nə verərdi? 0 verərdi. Onun üçün bunların cəmi 180 dərəcədir. Fərqini bizə nə verib? 18 dərəcə. Və toplasaq 2 alfa bərabərdir 198, alfa da bərabərdir 199 dərəcə. Böyük bucaq tapın. Beta bərabərdir neçə dərəcə olur? 81 dərəcə. Böyük bucaq neçədir? 99 dərəcə. Uşaqlar, buradan bilinir ki, qonşu bucaqlardır. Qonşu bucaqların cəmi neçə dərəcədir? 180. Alfa üstəgələk 10, üstəgələk beta üstəgələk 20 bərabər neçə? 180 dərəcə. Buradan alfa üstəgələk beta nəyə bərabərdir? 180 çıxaq 30 dərəcə. Alfa üstəgələk beta bərabərdir 150 dərəcəyə. 52-ci sual. Bizə verib 155 dərəcəli bucağın tərəfləri arasındakı keçən şüa
Onun dərəcə ölçülərinin fərqi 15 olan 2 bucağa ayırır. Böyük bucağın dərəcə ölçüsünü tapın. Uşaqlar, deyək ki, bax, 155 dərəcə bucağın tərəflər arasından keçən şuşa. Bax, tutaq ki, 155 dərəcə bir bucaqdır. Tutaq ki, A, B, C bucağıdır. Və tərəfindən keçən şuşa, onun dərəcə ölçülərinin fərqi olan, tutaq ki, bura alfadır, bura betadır. Fərqi 15 dərəcə olan 2 bucağa ayırır. Bildiyimizə görə bu bucağın da cəmi neçə idi? 155 dərəcə. 155 dərəcə bucaqda bu. Buradan tapırıq ki, 2 alfa bərabərdir 170-ə. Alfa bərabərdir 85 dərəcə. Betamız neçədir? 70 95 dərəcə. Yox, toplamda bu neçə eləyir? 60, 170. Alfanı tapdıq 85. Mən 180 götürürüm, 95 deyəm, nə bir gəlmir. Digər nə olacaq? Çıxanda nə qalır? 70. 155 dərəcə olmadı da cəmi. Bizə nəsə uçur? Böyük bucağın dərəcə uçur. Böyük bucaq neçə dərəcədir? 85 dərəcə. Eyni qayda tərəfdən keçən şuşa onu 1-2 nisbətinə bölür. Yəni 3x bərabərdir 120-yə, x bərabərdir 40 dərəcə. Kiçik 40, böyük isə 80 dərəcədir. Alınan böyük bucağın dərəcə ölçüsünü tapın, 80 dərəcə. Bizə deyək ki, AC parçasının uzunluğu AB-nin 20%-dir. AB-nin 20%-dir. Ümumi AB-nin. Uşaqlar, bura 0,2x-dirsə, yəni belədir. Gəl burada şəkil çəkək, yekə. A, B və C. Uşaqlar, AB-nin neçə faizidir? Ümumi AB x desək. AB x-dirsə, bura olur 0,2x. Bura qaldı 0,8x. AB 25-dirsə, CB-ni tapın. AB 25-dirsə CB. CB-miz neçədir? 0,8x-ə. Və bizə nəsə uçur? AB 25-dir. Yəni x bərabərdir 25-ə. 0,8 vuraq 25. Bu da bərabər neçə? 20. Cavab elədi 20 sm. 55-ci sual eyni tip məsələdir. Bunu özünüz yazın. 56-cı sual. Bucağın tərəfləri arasından keçən şuşa onun kiçinin dərəcə ölçüsü 12 dərəcə olan 2 bucağa ayırır. Və bu verilən bucağın 17 hissəsidir. Və bu verilən bucağın 17 hissəsidir. Bucağın dərəcə ölçüsünü tapın. Uşaqlar, bizə böyük bucağın tərəfləri arasından keçəndə, tutaq ki, bu bucaqdır. Bunun tərəfindən keçən şuşa kiçiyin dərəcə ölçüsü. Tutaq ki, bunun kiçik dərəcəsi ölçüsü 12-dir. Və bu verilən bucağın 17 hissəsidir. Bu, yəni ümumi A5 şuşanın, yəni alfa deyək buna. Bunu alfa desək, bu alfanın 17-də 3 hissəsinə bərabərdir bu 12. Buradan da alfa bərabər neçə? 12 vur 17 böl 3. Bu da bərabərdir 68 dərəcə. 57-ci sual. Bucağın tərəflərindən keçən şuşa onun kiçinin dərəcəsi 24 və bu verilən bucağın 13,6 hissəsidir. Eyni qaydadır. Alfa vur 13'də 6 bərabərdir 24'də. Alfa da bərabərdir 24 vur 13 böl 6. Bu deyir 52 dərəcə. Əlliyə 8-ci sual. Bizə verir AB, CD və FE düz xətləri O nöqtəsində kəsişir. F, FOD, yəni FOD. Buranı verib 60 dərəcə. Bizə verir COY-nin, yəni buranın DOB-yə nisbəti. DOB, yəni buranın. Bura alfa desək, bura beta desək. Fərqi bizə verir neçəni? 10 dərəcə. Bizə nəsə uçur? AOF-i. Yəni buranı. Uşaqlar, nəsə uçur? Buranı. Burada qamma desək. Uşaqlar,
Bax, fikir verirsiniz bu xətlə. Bu xətlə bu xət kəsişir o nöqtəsində. Yəni bucaq FOD bərabər nəyə? Bucaq COY-yə. Yəni alfa bərabərdir 60 dərəcə. Alfa 60 dərəcəsə, buradan alfa çıxaq betamız bizə nə verir? 10 dərəcəni. Buradan tapırıq ki, betamız neçədir? 50 dərəcə. Şolar, CD xətti nədir? Açıq. COD bucağı nədir? 180 dərəcə. Açıq bucaqdır. Bizə çıxır ki, burada qammatda şoxlar bir-birinə bərabərdir. Deyə bilərik ki, alfa üstə gələk beta üstə gələk qamma bərabər nəyə? 180 dərəcəyə. 50, 60 eləyir 110 bərabərdir 180-a. Qamma bərabər neçə? 70 dərəcə. Cavabımız oldu 70 dərəcə. Öyle sualdır. 59-cu sual. Bizə verir ki, ABC açıq bucaqdır və BM şüası AB-nin tən bölənidir. ABC açıq bucaqdır. BM şüası BM şüası AB'nin, yəni buranın tən bölənidir. Bura tutaq ki, alfadırsa, bura da alfadır. CBK 30 dərəcədir. CBK bura 30 dərəcədir. KBN bura 50 dərəcədir. Bizdən ABM soruşur. Yəni buranın alfanı soruşur. O necə tapacaq? Açıq bucağını bilirik. 2 alfa üstə gələk 50 üstə gələk 30 bərabər nəyə? 180 dərəcə. 2 alfa bərabərdir 180 çıxaq 80. 2 alfa bərabərdir 100-ə. Alfa bərabərdir 50 dərəcə. Elə bizdən alfanı soruşur. D1 paraleldir, D2 olarsa bucaq C-ni tapın. Yəni bizdən soruşur buranı. Çoxlar, ilk olaraq nə ayırır? Bu parçanı uzaqsaq paralelliyə. Nə ayırırıq? Bura ilə bura bir-birinə bərabər olur da uşaqlar. Bura bir-birinə bərabər olduğundan bura alfadırsa, alfanın 100 dərəcə nədir? Daxili bir tərəfli bucaq. Bizə verir, bunu da uzatsaq. Bura alfa bizə nə verir? 80 dərəcəni. Deməli, burada 80 dərəcədir. Bura beta desək, uşaqlar, bax, burada görsünüz 3 bucaq yarandı. 3 bucağın bir xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni 80 üstə gələ 40 bərabər neçə? 120 dərəcə. Uzunluğu A olan parça 4 bərabər hissəyə bölmüşdür. 61-ci sual. Birinci və dördüncü hissələrin orta nöqtələr arasındakı məsafəni tapın. Uşaqlar, bax, bizə nə verib? Hər hansı bir parça verib. Uzunluğu A olan parça ümumi hamısı A'dır. A'dır bura. Bizə verir 4 bərabər hissəyə bölünüb. 1, 2, 3, 4. Yəni A bölət 4, A bölət 4, A bölət 4 və A bölət 4. Bizə deyək ki, birinci və dördüncü, birinci və dördüncünün ortasına qədər məsafəni soruşur. Məsafəni, yəni buranı soruşur. X-i. X nəyə bərabər? Bura nə qalır? 2-yə bölsək A bölək 8. Bura nədir? A bölək 8. Bunlar toplasaq X bərabərdir. A bölək 8. 2-dən olduğundan vuraq 2. Üstə gələk A bölək 4. Üstə gələk A bölək 4. Bərabərdir. Bizə verir A bölək 4. Üstə gələk A bölək 4. Üstə gələk A bölək 4. Bu bizə verir 4-də 3A. Cavabımız oldu B variantı. 4 bərabər hissə bölmüş. Birinci və üçüncü hissələr orta nöqtə arasındakı məsafəni tapın. Dört bərabər hissə birinci və dördüncü hissələr orta nöqtə arasındakı məsafənin. Uşaqlar, bax, 4-də 3 nədir? 4-də 4 hissə böldük. Yəni A bölək 4-ü nə ayırdıq? Birinci və dördüncü hissə dediyinə görə 4-dən 1 çıxdıq 3. Vurduq nəyə? 3-ə. Eyni qaydadır. Bax, birinci və üçüncü dediyinə görə
4 hissəyə bölüb A bölək 4. 3-cü ilə 1-ci arasında deyirsə 3-dən 1 çıxanda nə qalır? 2. Yəni A bölək 2-yə bərabərdir. 62 A bölək 2. C variantı. 63. İsbatını göstərdi buradan uşaqlar. 63. Bizə verir 1 ilə 3-ün cəmi 280 dərəcədir. Buna bir-birinə bərabər olduğundan birini tapa bilir ki 140 dərəcədir. Bucaq 2-nin sonucu. Buna da qonşu bucaq olduğundan bucaq 2 bərabərdir. 180 çıxaq 140 bərabərdir 40 dərəcə. Alfa beta qonşu bucaqlar olduğundan bunların cəmi bizə verir 180 dərəcə. Və alfa 3 beta olduğundan yazı tapırıq ki 4 beta bərabərdir 180-a. Beta bərabərdir neçə? 45 dərəcə. O da 135 dərəcə. Bizdən fərqini soruşur. 135 çıx 45 bərabər neçə? 90 dərəcə. Bizdən soruşur 65-ci sual. Bizə deyir alfa beta düz xəttləri M nöqtəsində kəsişir. A çıxaq B-nin fərqini tapın. Uşaqlar, bildiyimizə görə bunlar daxil çarpaz bucaqlardır. Çarpaz bucaqlar nədir? Bir-birinə bərabərdir. Alfa üstə gələk 10 bərabərdir beta üstə gələk 20. Bizə nə soruşur? Fərqini. Fərqini buradan yerdə bilər ki, betanı sağa açsaq eləyir sol tərəfə. Alfa çıxaq beta 20 çıxaq 10 dərəcə. Alfa çıxaq beta bərabər neçə? 10 dərəcə. 66-cı sual. Bizə verib ki, düz xətt üzərində müəyyən sayda nöqtələr qeyd olunub. Və diaqrama əsasən N üstəgə MK-nı tapın. Uşaqlar, şüaların sayını necə tapır? Tutaq ki, hər hansı bir dənə nöqtə N dənə nöqtə varsa, şuanın sayı düsturdur, hazır düsturdur. Bərabər nəyə? 2N-ə. 2 artıqdır. Bizə verib ki, N dənə nöqtənin 10 dənə şüası var. Deməli, elimiz neçədir? 5. Üstə gələk. M dənə şuanın 20 dənəsi. Deməli, bu 10 dənə nöqtədir. K dənə nöqtənin sayı 4 dənə şüası var. Demək, K-mız neçədir? 2. 15-dən 2 çıxanda qalır 13. Bariqrafda bucaqların növləri verilmişdir. Qammanın ən kiçik tam qiymətini tapın. Alfa, beta. Nədir? Buradan bilinir ki, alfa kiçikdir nədən? 90 dərəcədən. Qamma kiçikdir nədən? 180 dərəcədən. Və nədən böyükdür? 90 dərəcədən böyükdür. İlk olaraq tapırıq ki, bunların cəmi bizə nə verib? 310 dərəcə. Və biz bilirik ki, buradan alfa betamız isə 90 dərəcə. Alfa üstəcə qamma bərabər 310 çıxaq 90. Alfa üstəcə qamma bərabər nəyə? 220 dərəcə. Qammanın ən kiçik tam qiymətini tapın. Şöyle qammanın ən kiçik qiymətini tapanda tapa bilərik ki 100 necə tapa bilərik uşaqlar? Biz bilirik ki, buradan şərtə fikir verək. Ən kiçik qiymətini tapanda biz alfanın ən böyük qiymətini götürəcəyik də uşaqlar. Qammanın ən kiçik qiymətini soruşduğuna görə. Bunun ən kiçik qiymətini də tapanda alfanın ən böyük qiymətini veririk. Ən böyük qiymətini. Alfanın ən böyük qiyməti neçə olar? 89 dərəcə. Üstə gələk, qamma bərabərdir 220 dərəcə. Qamma da bərabərdir 220 çıx 89. Bu da bərabərdir 131 dərəcə. Cavabımız elədir A variantı. 68-ci sual. AC parçası CD parçasından 3 dəfə uzundur. AC. Gəlin biz buradan çəkək də bunu. 68. AD.
BC. AC parçası CD parçasından 3 dəfə uzundur. Yəni CDX isə AC'miz edir 3x. BD nöqtəsi AD parçasının ortası olarsa B nöqtəsi AD'nin orta nöqtəsi. Uşaqlar, bax diqqətlə qulaq asın. AD'nin orta nöqtəsi deyirsə, ümumi AD'miz nə qədər oldu? 4x. Orta nöqtəsi nə edir? 2x. Bura 2x. AC'miz nə edir? 3x. Demək BC də x-dir. Bizdən BC bölək AD'ni soruşur. BC bölək AD'ni. BC'miz neçə oldu? X. Yəni BC bölək AD. BC'miz neçədir? X. AD'miz neçədir? 4x. Bu da bərabər nəyə? 1 bölək 4'ə. $69. Eyni tip məsələdir uşaqlar. Siz yazırsınız 70. 70'i gəlin baxaq. Bizə verir yenə A, D, B, C. AB parçası BC parçasından 3 dəfə BC parçası CD parçasından BC parçası CD parçasından 4 dəfə uzundur. CD parçasından 4 dəfə uzundur. Tutaq ki CDX desək, yəni CDX-dir. BC'miz olur 4x. AB də BC-dən neçə dəfə böyükdür? 3 dəfə. Burada olur 12x. Və bizə deyək ki, BC-nin A-D-yə nisbəti bərabər. BC-miz neçədir? 4x. A-D'miz neçədir? 16, 17x. X-də getdi, qaldı 4 bölək 17. Cavabımız oldu 4 bölək 17. Birinci sual eyni tip məsələdir. Siz yazırsınız 72. Bizə verir, deyək ki, A, B-yə paraleldir. A düz xətti B düz xəttinə paraleldir. Bucaq BAK 150 dərəcədirsə, BC isə ABD bucaq tənbölənir. BC AD-nin tənbölənir. Tutaq ki, bura alfadirsə, bura da alfadır. Bucaq BC-ni tapın. BC-ni tapın. Uşaqlar, buranı soruşur. Bura necədir? Uşaqlar, bax, tənböləndir. Daxili bir tərəfli bucaqdır. Buraya edir 180 minus alfa. Uşaqlar, bura 30 dərəcə olduğundan 30 dərəcə. Qonşu bucaq olduğundan 100 dərəcədir. Belə xassiyətimiz var. 2 daxili bucağın cəmi ona qonşu olmayan xarici bucağa bərabərdir. 30 üstə gələk alfa bərabərdir 180 minus alfaya. Buradan alfa üstə gələk alfa bərabərdir 180 çıx 30 dərəcə. 2 alfa bərabərdir 150. Alfa da bərabərdir 75 dərəcə. Bizə nə soruşur? BC-ni. Yəni 180 çıxaq 75 soruşur. Bu deyir 105 dərəcə. Y variantı. 73. Uşaqlar, bu düsturda belə qaydamız var. Bu üçünün cəmi alfa üstə gələk beta üstə gələk qamma bərabər nəyə x-ə? O hardan gəlir? Buradan. Bax uşaqlar, bu xətti uzatsaq, düz xətti. Bu nədir? Bu bucaq nəyə bərabərdir? Bu iki bucağın cəminə. Niyə? Dedib bu bucağın xarici bucaqdır. Qonşu bucaqdır. Buraya deyir beta üstə gələk qamma. Bu ikisi daxili bucaq oldu. Bu nədir? Xarici bucaq. Bu bucağın xarici bucağıdır. X nəyə bərabərdir? Bu üçünün cəminə, bu ikisinin cəminə. Bax, isbatı buradan gəldi. Bunlar biz alt-alta toplasaq, edir 3-8 çıxaq. Alfa üstə gələk beta üstə gələk qamma mötərizədə yazsaq. Bunları da toplasaq 3x çıxaq olduğundan hə. Bizə verir uşaqlar 120 çıx 120 üstə 110
230, 330 dərəcə. Və bizə verilir ki, 3x çıxaq. Bunun cəminə bizə verir x. Çıxaq x bərabər 330 dərəcə. Buradan 2x bərabər 330. X də bərabərdir. Bizə verir 165 dərəcə. X-i soruşur da bizdən. 165 dərəcə. 74. Qəşəng sual. Bax uşaqlar bu. 73-ü yadınızda saxlayın. 74. Bizə nə verir? OK şurası AOB-nin tənbölən. Tənbölən nədir? Bucağı yarıya bölür. Yəni 3x üstə gələk 7 bərabərdir 32 çıx 2x-ə. Buradan 5x bərabərdir 32 çıx 7-yə. 5x bərabərdir 25-ə. X bərabərdir nə? 5 dərəcə. Bizdən soruşur AOB-ni. AOB-miz neçədir? Tapanda eləyir 39 çıx 39 toplamda bizə verir 39 üstə gələ x. Bu deyir 44 dərəcə. Eyni tip məsələdir. Bunu özünüz yazırsınız. Deyir bucağa qonşu olan iki bucağın cəmi 250 dərəcə olursa verilən bucağı tapın. Bucağa qonşu olan iki bucağın cəmi 250 dərəcə olarsa verilən bucağı tapın. Uşaqlar, belədir. Bax, bucağa deyir. Tutaq ki, bura 1-dir, bura 2-dir, bura 3-dür, bura 4-dür. Yəni 3-dən 4-ün. Bax, bucaqdır. Bucaq 1-dir tutaq ki. Ona qonşu olan bucaq 2 dənədir, 3, 4. Bunların cəmi bizə verib 250 dərəcə. Buradan bir ki, bunlar bir-birinə bərabərdir. Birinin tapanı neçə eləyir? 125 dərəcə. Və həmin bucağı tapanda 180-dan çıxırıq 125-i bərabər neçə? 55 dərəcə. Şöyle bir düz xəttdə 2 dənə nöqtə veriblər. Şu an sayısı nə idi? Nöqtənin sayını 2-yə vururduq. 2 nöqtə varsa 2-yə vururuq, edir 4. Biri digərin yarısına bərabər olan 2 bucağın fərqi 30 dərəcə olursa, bu bucaqların cəminin neçə dərəcə? Cəminin dərəcəsini tapın. Biri digərinin yarısına bərabər olan 2 bucağın fərqi. Yəni 1x-də 1x minus 2-dir. Bunun fərqi 33 dərəcədir. Hər tərəfi 2-yə vursa 2x çıxaq x bərabərdir 66 dərəcə. X bərabərdir 66-ya. Yarısı neçə eləyir? 33. Bunların cəmi bizə verdi 99 dərəcə. Yetmiş 9. Bizə verir A, B, N və M. M nöqtəsi AB parçasının orta nöqtəsidir. NB 14. NB 14. Bura x diye, bura x. NB. Buranı 14 veriblər. AN 2 olarsa MN'i hesaplayın. Buranı soruşur. Uşaqlar, yarısı bax, bura 2-dir. Bura nə olur? X minus 2. Ümumi ayımız neçədir? X minus 2. Və MB'ni neçə veriblər? 14. Bura X minus 2-dir. MB neçədir? Yəni NB bərabər nəyə? MN üstə gələk MB'yə. MB'miz neçədir? 14. MN'imiz neçədir? X minus 2. Üstə gələk. MB'miz neçədir? X. 14 bərabərdir 2x çıxaq 2. 2x bərabərdir 16-ya. X bərabərdir 8-ə. Bizə nə soruşur? MN. MN'imiz neçə idi? X minus 2. Bu da bərabərdir 8 çıxaq 2 bərabərdir neçə? 6-ya. MN'imiz neçə oldu? 6. 80-ci sual. X-in dərəcə ölçüsünü tapın. Uşaqlar, X-in dərəcə ölçüsünü tapanda belədir. Yəni x üstə gələk 43 bərabər neçə? 70 dərəcədir.
Yəni bir tərəfli bucaqlar digər tərəfə bərabərdir. Qabarıq olanlar qabaraq tərəfin cəmi çökük tərəfin cəminə bərabərdir. Buradan x-ə tapdıq 27 dərəcə. Cavabımız oldu 27 dərəcə. O hardan gəlir? Bax buradan. Paralel uzatdıq. Bir tərəfli bucaqlar nədir? Bir-birinə bərabər. Bu 43 dərəcədirsə, bu ikisinin cəmi nədir? Xarici bucağa bərabərdir. X + 43 bərabər niyə? 70 dərəcə. Buradan gəlir. 81-ci sual. Burada 90 dərəcə veriblər. Burada 90 dərəcədir. Bura nədir? X. Yəni alfa üstə gələk x bərabər niyə? 90-a. Beta üstə gələk x bərabər niyə? 90-a. Bizdən nəyə soruşur? X çıxab betanı. Onu necə tapaq? Buradan. Alfa üstə gələk beta bərabərdir. Üstə gələk 2x bərabər neçə? 180-a. Alfa üstə gələk beta neçədir? 60 dərəcə. Yəni 2x bərabər 120-yə, x də bərabərdir 60-a. X 60 olduğundan betamız olur 30 dərəcə. 60 çıx 30 bərabərdir 30 dərəcə. Eyni tip məsəl. Bura x-dir. Alfa üstə gələk x bərabər 90-a. Beta üstə gələk x bərabər 90-a. Toplamda bizə verir 100 üstə gələk 2x bərabərdir 180. 2x də bərabərdir 80-a. X bərabərdir 40-a. X-imiz 40 olduğundan alfamız olur 50. 50 minus 40 bərabərdir 10 dərəcə. 83. Deyək, saatın saniyə əqrəbi 20 saniyədə neçə dərəcə dönür? Şöyle 1 saniyə arası 1 saniyə. Bax, o əqrəbi 1 saniyəsi olur 6 dərəcə. 6 dərəcədir. Yəni 20 saniyədə 20 vur 6 eləyir 120 dərəcə. Saatın dəqiqə əqrəbi 10 dəqiqədə neçə dərəcə dönər? Şöyle saniyə dəqiqə əqrəbi də o bax saatın belə deyək. Tutaq ki 12-dir. Bax bu xəttdən arası bu xəttlərin arası 6 dərəcədir. 10 dəqiqədə neçə xətt var? 10 dənə. Yəni onu vuracaq 6 edir 60 dərəcə. 85-ci sual. X-in dərəcə ölçüsünü tapın. İnşallah bura nədir? 5x. Bura nədir? 4x. X deyir uşaqlar. Bura 5x'dir. Bura 180 minus 4x'dir. Bunlar bir-birinə bərabər olduğundan uşaqlar 180 minus 4x bərabərdir 5x. Nə də bərabər? Bax uşaqlar. Bax buradan tutaq ki dərəcəni göstərim. Bax tutaq ki 30 dərəcədir. Bura 30 dərəcədir. Bura 120 dərəcədir. Bura neçə qalır? 60 dərəcə. 60 dərəcədir. Burada 60 dərəcədir. Uşaq belə göstərik. Bura neçə dərəcə olur? 120. Bura neçə dərəcə olur? 120. Görürsən bir-birinə bərabər olur. Onun üçün bu eləyir 9x bərabərdir 180-a. X bərabərdir neçə? 20 dərəcə. Bizdən x soruşur 20 dərəcə. Eyni qaydadır. Buna tapırıq 180 minus 4 alfa. Bura eləyir 2 alfa. 4 alfa bərabər nəyə? 2 alfaya. Yəni bu ikisinin cəmi 180-a bərabər. Elə də fikirləşmək olar. Yəni 6 alfa bərabərdir 180-a. Alfa bərabərdir 30 dərəcə. AB paraleldir CD-yə. Bucaq A 80 dərəcə. Deməli burada 80 dərəcədir. Daxili çarpaz bucaqlardır. B Y-dirsə. Burada Y-dir. Bucaq C 30. Buranın 30 dərəcə veriblər qəşəng. Bucaq
D'də 6x. Y-imiz neçə oldu? 30 dərəcə tapdıq. Dedi bərabərdir axı. 80 da bərabər niyə? 6x minus 4-ə. 84 bərabərdir 6x-ə, x də bərabərdir 14 dərəcə. Y minus x-i soruşur. Yəni 30 minus 14 bərabər neçə? 16 dərəcə. Eyni tip məsələdir. Bunu özünüz yazırsınız. 89. Uyğun tərəflər perpendikullar olan iki bucaqdan biri 94, ikincisi isə kör bucaq olarsa, ikinci bucağın dərəcə ölçüsünü təyin edin. Uşaqlar, uyğun tərəflər perpendikullar olan iki bucaqdan biri. Gəlin biri hesablayaq. Deyək ki, perpendikullar olanda nə olurdu? Ya bir-birinə bərabər olurdu, ya da cəmi 180 dərəcə olurdu. Bərabər olanda 94-dür, 94-ün özüdür. Bərabər olmayanda, yəni 180 dərəcə götürəndə eləyir 180. Buradan tapırıq neçə? 86 dərəcə. Bizə deyək ki, ikincisi kör bucaqdır. Kör bucaq hansıdır? 94 dərəcə olanda da. Demək cavabımız nədir? 94 dərəcənin özü. 90. Deyər uzunluğu 50 olan parça 3 müxtəlif hissəyə bölünüb. Ortadakı parçanın uzunluğu 18 olarsa, kənar parçaların ortaları arasındakı məsafəni tapın. Uşaqlar, 3 müxtəlif deyir. Bax, belədir. Tutaq ki, bizə verir AB parçası. 90, uzunluğu 50 olan. 3 müxtəlif hissəyə bölünüb. 3 müxtəlif hissəyə bölünüb. 3 müxtəlif. Bilmirik də. Burası neçədir? 18. Bura tutaq ki, x-dir. Bura y-dir. Bizə deyək ki, ortadakı parçanın uzunluğu 18 olursa, kənar parçanın ortalar arasındakı məsafəni tapın. Yəni, bura ilə buranın cəmini soruşur. Bura nə qalır? X bölək 2. Bura nə qalır? Y bölək 2. Bizə nə soruşur? X bölək 2, üstə gələk y bölək 2, üstə gələk 18 bərabərdir sual. Yəni, bizdən bunu soruşur. Buradan bilirik ki, x plus y neçədir? 32 dərəcə. Hardan bilirik? Cəmi 50 dərəcəlik parçadır. 18-i buradırsa qalır 32 dərəcə. Uşaqlar, buradan bilirik ki, x plus y orta məqsəd bölək üstə gələk 18 bərabərdir. X üstə gələk y neçədir? 32. 2-yə böləndə düşür 16. 16 üstə gələk 18 bərabər neçə? 34 dərəcə. 34 dərəcə deyirəm, 34 santı. %91. Burada eyni. Buradakı parçanın uzunluğu 22 olarsa, kənar parçanın ortaları arasındakı məsafəni tapın. Eyni qaydadır. Bax, uşaqlar, 60-dan 22 çıxanda neçə qalır? 30, 38. 2-yə böləndə 19. 19-un üstə 22 gələndə bizə verir 41. Hardan tapdıq? Eyni qaydadan. 92. Müstəvi üzərindəki açıq bucağın təpəsindən bir yarım müstəvidə yerləşən 3 müxtəlif şüa keçirmişdir. Dərəcə ölçüsü 180-dən kiçik olan neçə bucaq alınır? Şöyle, bizə deyək, müstəvi üzərində açıq bucağın təpəsindən bir yarım müstəvidə yerləşən 3 müxtəlif şüa keçirmişdir. Bax, ilk şərtimizi belə başa düşək. Tutaq ki, müstəvidir, hər hansı bir müstəvidir. Və buradan bir nöqtədən şüa, açıq bucağın yaradığı neçə şüa var? 1, 2. 2 dənə şüa yaradı, açıq bucağı. Və bir tərəfdə yerləşən 3 dənə şüa çəkdilər. 1, 2, 3. Cəmi neçə dənə şüa oldu? 1, 2, 3, 4. 5 dənə. Dərəcə ölçüsü 180-dən kiçik olan neçə bucaq alınır? Bucaqların sayını tapanda neçə nöqtədən keçdi? 1, 2, 3, 4, 5 dənə şüa var. Yəni 5 vur. Yəni düsturumuz nədir? M vur M-1 bölək 2. Bucaqların sayı düsturu. 5 nöqtədən keçən. Bərabərdir. 5 vur 4 böl 2 bərabər neçə? 10. 10 dənə içən şüa keçirmişdir. Dərəcə ölçüsü 180-dən kiçik olan neçə bucaq var? 10 dənə bucaq var. Bu 10 bucaqdan uşaqlar bir bucağı nədir? 180. Ondan bir çıxırıq qalır 9. 9 dənəsi 180-dən kiçikdir. Eyni qaydada bu. Bir yamamızda yerləşən 4 müxtəlif şüa. Açıq bucaqdır yenə.
İkisi burada. 1, 2, 3 və 4 dənə. Neçə dənə şey oldu? 6 dənə. 6 vur 5 bölü 2. Bərabərdir 15. 15 dənəsinin biri açıq bucaq olduğundan 15 çıx 1 bərabər neçə? 14. 94. Bizə deyilir ki, AB paraleldir. CD CB perpendikulardır. Bax bu perpendikulardır qəşəng. C perpendikular. Buradan alfa bərabər neçə? 30 dərəcə. X bucağın dərəcə ölçüsünü tapın. Uşaqlar, bax diqqətlə baxsaz, bu şua nədir? Kəsişir. Alfa 30 dərəcə olduğundan demək burada 30 dərəcədir. Bu ikisinin də cəmi nəyə bərabərdir? 180-a. X də bərabərdir 150 dərəcə. Cavabımız elədir 150 dərəcə. Eyni qaydadır. Bax, bura nə olacaq? 2 alfa. Bura nədir? X. Alfamız eləyir 30 dərəcə. 2 alfamız eləyir 60 dərəcə. Demək, bura 60 dərəcədir. X üstəgələk 60 bərabərdir 180-a. X də bərabərdir 120 dərəcə. Alfa beta qarşılıqlı bucaqların cəmi 180 dərəcə olarsa 5-də 1 alfa üstəgələk 4-də 3 betanın dərəcə ölçüsünü tapın. Sonra bilirik ki, qarşı bucaqlar bir-birinə bərabərdir. Yəni alfa beta bərabərdir. Buradan alfa üstəgələk betanı 100 dərəcə verirlərsə, deməli hər ikisi 50-50-dir. Yəni 5-də 1 vur 50 üstəgələk 4-də 3 vur 50 bərabərdir. Eləyir 10 üstəgələk 2 25 verir 12,5 çevranda verir 36 37,5. Bunu toplamda bizə verir 47,5 dərəcə. Sual 97. Cədvəldə bir nöqtə keçən düz xəttin onlara uyğun şüaların sayı göstərmiş. Şüalar düz xəttlərin sayı 2-dirsə, şüaların sayı neçədir? 4. Deməli, bura neçədir? 4. M neçə olacaq? 10. 4 üstəgələk 10 bərabərdir 14. Bizdən cəmi sorulur. 98. AD'yə, BY'yə, CM'ə paraleldir. AD'yə. Aynen D. Bunu da işletsək. Bizə nə sorulur? B-yə, C-ə. Bunu CM. Uşaqlar, bizə nə sorulur? Alfa üstəgələk beta üstəgələk qamma dərəcə ölçüsünü tapın. Yəni X-ə. Uşaqlar, bilirik ki, paralel. Bax, paralel verdiyindən deyə bilərik ki, qamma üstəgələk 30. Bax, bu paralellik xassəsinə görə daxili bir tərəfli bucaqlar nədir? Bərabərdir. Çarpaz bucaqlar. Buradan alfa tapırıq. Qamma tapırıq 40 dərəcə. Eyni paralellikdən
Buradan da deyə bilərik ki, beta üstə 30 dərəcə. Yəni beta üstə 30 dərəcə. Bu paralelliyi, yaxşı paralellikdən bilir ki, bərabər niyə 70 dərəcə. Bu ikisinin cəmi buna bərabərdir. Bayaqlar göstərmişdim isbat. 70 çıxaq 30 bərabər niyə 40 dərəcə. Bizə nə qaldı? Beta alfa. Alfanı da necə tapaq? Alfanı da buradan tapa bilərik. Bax uşaqlar. Yəni alfa üstə beta bərabərdir 70 dərəcə. A'dan bildik. C ilə M paralel olduğundan bax paralelliyin xassiyəsi bu xassiyəyə görə bunlar nədir? Bir-birinə bərabərdir. Alfa üstə beta 70'ə bərabərdir. Betamız 40 dərəcə olduğundan alfanı tapırıq 30 dərəcə. Bizdən bu üçün cəmini soruşur. Yəni alfa üstə beta üstə qammanı. Alfamız 30 dərəcə. Betamız 40 dərəcə. Qammamız 40 dərəcə. Bizə verir 80, 110 dərəcə. Cavabımız elədir 110 dərəcə. 100. sual. Bizə deyək ki, 120 santlıq uzunluqda olan parça 3 bərabər hissəyə bölünür. Verilmiş parçanın başlanğıc nöqtəsi ilə sonuncu nöqtəsinin ortası arasındakı məsafəni neçə santimetr olar? Şöyle 3 bərabər hissəyə bölünür. Başlanğıc parçasının, yəni nə demişdik? 1, 2, 3. Burayla başlanğıc parçası son parçanın ortasını deyir. Yəni birinci parçanın üçüncü parçanı. Hissəni necə tapırdıq? Neçəyə bölür? 120'yə. 120 bölək 3. Buraq. Yəni üçüncüdən çıxırıq birincisini. Bərabərdir. Elir 40 vur 2 bərabər neçə? 80. Yüzdə cavab 80. Sonuncu hissəsinin ortası arasındakı məsafə neçə santimetrdir? Səhsən tapdıq. Cavabı səhv verirlər ona. Uşaqlar, biz ortalar arasındakı məsafəni tapmışıq 80'də. Amma bizdən nə istəyir? Verilmiş parçanın başlanğıc nöqtəsi ilə, yəni buradan sonuncu hissənin ortası arasındakı bura qədər. Bunlar 3-3'ə bölünür. 40, 40. Bura neçə bölür? 20, 20. Bizdən buranı soruşur. A'dan B'yə qədər. Bu edir 100. Şərti düz oxumaq lazımdır uşaqlar. Eyni qaydadır 101. Deyək 180 uzunluğunun parça 3 bərabər hissəyə bölünür. Verilmiş parça başlanğıc nöqtəsi. Bax nedir? Bax başlanğıc nöqtəsi ilə sonuncu hissənin ortası arasındakı məsafəni 3 hissəyə bölünür. 60, 60. Başlanğıcın ikincisini eləyir, cəmi 60. Üçüncüsünü eləyir, yarısını eləyir, 30. Bizə verir 150'ni. 102. AB parçası üzərindəki nöqtə onun birinin uzunluğu digərinin uzunluğunun 26%'ni təşkil edən 2 hissəyə bölür. 102. sual. AB parçası hər hansı bir nöqtəsi nöqtə onun birinin uzunluğunu digərinin uzunluğunun 26%'ni təşkil edir. Bura x isə bura 0,26 x-dir. Təşkil edən 2 hissəyə bölür. Alınan parçanın uzunluqlar fərqi 74 olarsa, yəni bunların fərqi x çıx 0,26 x bərabər 74'ə. 0,74 x bərabər 74. X bərabər nəyə? 100'ə. AB uzun soğucu elə 100. Amma bizdə nə soruşur? AB-nin. X-ə 100 tapışıq. AB-miz neçədir uşaqlar? 0,26 x üstə gələk x bərabər 1,26 x-ə. Onu da 100'ə vursaq bizə verir 126. Cavabımız elədir 126.
103. Ne demişdik? Yine bunu uzatsaq bir olur diye x. Bu ikisinin cəmi bizə verirdi 80'a. X bərabər neçə? 34 dərəcə. Eyni qaydada bu ikisini cəmini edir, x-i verir. X edir 55 dərəcə. 105-ci sual. Bizə deyir AOB bucağı OC tərəflər arasından keçir. AOC BOD nisbət. Bura 3x, bura 4x. Və BOC 22 dərəcədirsə. Yəni 4x bərabərdir 22-yə. X bərabərdir 5,5-ə. Bizdən AOB-ni sorur. AOB-miz neçədir? 7x. Bu da bərabərdir 7 vur 5,5-ə. Bu da bərabərdir 37,5 dərəcə. %6. Bizə deyir AB, CD və YF düz xətləri O nöqtəsində kəsişir. FOD 46, FOD. Bura 46 dərəcədirsə, deməli burada 46 dərəcədir. Bərabərdə AOC-nin dərəcə ölçüsünü tapın. AOC-ni buranı soruşur. YOB-ni 110 dərəcə verir uşaqlar. YOB 110 dərəcədirsə uşaqlar, bax bura var ya bu hissə. Bax bu qırmızı çəkdiyim də 110 dərəcədir. Bax uşaqlar tapdıq. Bax buradan açıq bucaq bilinir. Bilinir də 110 üstə gələ 46. Bizdən buranı soruşur x-i. Üstə gələ x bərabər nəyə? 180-a. 156 üstə gələ x bərabər 180-a. X də bərabərdir 24 dərəcə. Cavabımız elədir 24 dərəcə. Uşaqlar, bunu necə yazaq? 107. Gəlin birinci həll yolunu deyim, sonra düsturla deyərəm. Buran verib 70, buran verib 2x və buran verib 170. A da B də paraleldir. İlk olaraq uşaqlar, nə ayırırıq? Bunu uzatsaq və bunu da uzatsaq belə. Bura nə olur? 110 dərəcə. Bura nə olur? 180 minus x dərəcə. Həllimiz nə olacaq? Bu ikisinin cəmi xarici bucağa bərabərdir. Yəni 180 minus 2x üstəcə 110 bərabərdir nəyə? 170-ə. Bu bizə verir 290 çıx 2x bərabərdir nəyə? 170-ə. X də bərabərdir 290 çıxaq 170. Bu da bərabərdir 120 dərəcə. Cavabımız oldu 120 dərəcə. Digər yol nədir uşaqlar? Bax bu üçün cəmi bizə verir nəyi? 360 dərəcəni. Buradan tapırıq 120 dərəcə. Yəni 1, 2, 3 dənə bucaq olsa uşaqlar, sadəcə 3 dənə bucaq olanda 180-i vururuq 3-ə, elir 540. Niyə vururuq? 180 vur n-2 uşaqların sayını. Bucağın sayını tapanda neçə bucaq varsa, bunu 1 çıxıb n-1. 1 çıxıb vururuq ona. Burada 3 dənə bucaq olduğuna 1 çıxanda 2, 3 dənə 360. Burada 4 bucaq olsaydı 3-ə vuracaq. Yəni 540-a bərabərdir. Belə, hər yolunda bildiniz də uşaqlar. Keçdik 108. Uyğun
tərəflər poligon 2 bucağın fərqi. Fərq verirsə uşaqlar, alfa sözcüyə beta eləyir 180. Alfa minus beta bərabər nəyə? 40 dərəcə. 2 alfa bərabərdir 220. Alfa bərabərdir 110. Beta bərabərdir 70. Kiçik bucaq tapın isə 70 dərəcə. Uyğun tərəflər perpendikular 2 bucağın dərəcə ölçüləri 2-3 nisbətində olarsa böyük bucağı tapın. Cəmi nə eləyir? 180 dərəcə. X bərabərdir 36-ya. 72 və 108. Böyük bucaq sorusu eləyir 108 dərəcə. 110. İki düz xəttin kəsilməsini alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçikdir. Bu bucaqların böyüklüyünü tapın. 2 dənə düz xətt kəsişib. Alınan bucaqlardan biri, tutaq ki, bura x isə, digəri ondan 20 dərəcə kiçikdir. X minus 20. Bu bucaqların böyüklüyünü tapın. Böyüklüyünü tapanda bundan cəmi bizə nə verir? 180'ı. Buradan da 2x bərabərdir 200'ə, x bərabərdir nəyə? 100'ə. Kiçik nədir? 80. Böyük nədir? 100. Eyni sualdır. Bunu siz yazırsınız. İkisindən eyni yazmışdı, həllində yazmış. Bunun cavabı nədir? 80. Eyni tip məsələdir. Birindən böyüyünü sorusu, birindən kiçiyini. Kəsişən iki düz xəttdən əmələ gətirib bucaqlardan ikisinin fərqi 46. Kiçik bucağı tapın. Şöyle kəsişən iki bucaqlardan fərqi. Tutaq ki, burada alfa betadır. Bundan fərqi 46 dərəcə verilirsə, cəmi neçə bərabərdir? 180'a. Buradan 2 alfa bərabərdir 226, alfa bərabərdir 113 dərəcə. Kiçik bucağın sorudur. 180 çıx 116 116 çıxmır, 113 çıxırıq. 113. Bu da bərabər nəyə? 67 dərəcə. Bizə nə verir uşaqlar? AN PB düz xəttləri M nöqtəsində kəsişir. AMB PM-ə bərabərdir. Buranı veriblər. Bunlar nədir? Bir-birinə bərabərdir. Bunlar bir-birinə bərabər götürsək, tapırıq ki 20 bərabərdir 2-də 1 x çıxaq 3-də 1 x-ə. 20 bərabərdir 6-da 3x çıx 2x-ə. 120 bərabər nəyə? X-ə. BM bucağını tapın. BM buranı soruşur. Betanı. Birini tapsaq, ikisini yenə 120 qoysaq, bir yer 90. 120'yi 3'ə böləndə 40, üstünə üçgən deyir 70. 70 isə deməli BM nədir? 110 dərəcə. Eyni tip məsələdir. Bunu siz yazırsınız. 115. Uzunluğu 30 cm parça 2-3-5 nisbətində 3 sayılmış. Birinci parçanın sonu ilə üçüncü parçanın ortası arasındakı məsafəni tapın. AB 115. AB parçası verilir. 1, 2, 3. Yəni 2x, 3x və 5x nisbətində bölünür. Cəmi bizə verir 10x bərabərdir 30, x bərabərdir 3'ə. Yəni 6, 9 və 15 nisbətində bölünür. Birinci parçanın sonu ilə. Yəni buradan üçüncü parçanın ortası. Yəni buranı. Buranı neçə eləyir? 7,5. Toplam 9 derece 7,5 nə eləyir? 16,5. Eyni qaydadır 116. Yenə A, B 3x, 4x və 2x. Toplamda eləyir 9x bərabərdir 45'ə. Yəni 9x 45, 5. X də bərabər nəyə? 5'ə. Bura bizə verir 15, 20 və 10. Bizə nə deyir? Birinci parçanın ortası ilə. Birinci parçanın ortası ilə. Yəni buranın. İkinci parçanın sonu. Yəni bura qədər. Buradan bura qədər soruşur.
Bura eləyir 7,5. Bura nədir? 20. 7,5 üstə gələk 20 bərabər nə? 27,5. 117. Deyir AOC bura alfa desək, AOB bura beta desək, burada gamma desək. 36 dərəcədir. AOC-nin dərəcə ölçüsünü tapın. Uşaqlar, bax. Alfa çıx beta bərabər nəyə? 36 dərəcə. Alfa çıx BOC yəni gamma bərabər nə? 48 dərəcə. Bizə nə deyir? AOC-nin dərəcə ölçüsünü tapın. Yəni alfanın. Uşaqlar, bilirik ki, biz buradan nə deyə bilərik ki? Bir də belə xassə var. Bu üçünün cəmi nəyə bərabərdir? 360 dərəcə. Yəni tam hesablasaq nədir? Tam çevrə eləyir də uşaqlar. Buradan toplasaq eləyir 2 alfa çıx beta üstə gələk gamma bərabərdir. 36-nın üstə 48 gələndə bizə verir 84 dərəcə. Və bizdən alfanı soruşduğundan bunun yerinə gətirir nə yazırıq? Alfa üstə gələk 2 alfa çıxaq 84 bərabərdir 360 dərəcə. 3 alfa bərabərdir 444 dərəcə. Alfa da bərabərdir 148 dərəcə. %118-ci sual. Bizə verir alfa və beta qarşılıqlı bucaqlardır. A-nın dərəcə ölçüsü 10% azaldır. B-nin isə 60% artırarsa qonşu bucaqlar alınır. Alfa üstə B-nin cəmi. Uşaqlar, bilir ki, qarşı bucaqlar bir-birinə bərabərdir. Deyir ki, A-nın dərəcə ölçüsünü 10% azaldır. 10% azaltmaq nə deməkdir? 90%-ni tapmaq deməkdir. Yəni 0,9 alfa. Və B-ni 60% artırarsa, 60% artırmaq nə deməkdir? 1,6 beta. Bərabərdir nəyə? 180 dərəcəyə. Yerinə qoysaq eləyir 2,5 alfa bərabər 180-a. Alfa bərabər nəyə? 120 dərəcəyə. Eləyir 180 bölək 2,5 yəni 1800 böl 25 180 içində 25 6 dəfə. 7 5 35 175 72 dərəcə düşür. 72 dərəcə. Alfa neçədir? 72 dərəcə. Beta neçədir? 72 dərəcə. Toplamda nə edir? 144 dərəcə. Bu qədər. Kanalıma abunə olmağı unutmayın. Onlayn dərslərimizə qoşulmaq üçün də 099 314 03 və 12 nömrəsi əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.